Bugünkü mövzumuz hansı bilgilərlə, yəni elm dedikdə biz nələri kəsb etməliyik? Bununla da biraz danışacağıq. Söhbət hansı tərzdə bilgi ilə ruhun zəngin olmasından gedir. Nələri oxumalıyıq, nələrlə beynimizi qidalandırmalıyıq ki, bizim ruhumuz böyümüş olsun. İlk mübarək xəbərimizi İmam Musa Kazım əleyhisselamın əziz peyğəmbərimizdən, öz atalarından istinadən gəlib peyğəmbərimizə qədər çatan bir xəbəri ilə başlamaq istəyirəm. Çox gözəl sözdür və bu elə birinci bu hədisə diqqətlə qulaq asın. Üsul-i Kafidə də var, canım sizə desin Biharul Ənvarda da var və çox mötəbər klassik hədis ədəbiyyatımızda mövcuddur. Əziz peyğəmbərimiz dəxələ Rasulullah sallallahu aleyhi və aleyh əl-məscidə fəizə cəmaətun qəd ətafu biracul. Bir gün Peyğəmbər Əkrəm bütün davranışları ümmətə nümunə olan bir insan. Bütün davranışları. Risalət deyilən şey onun şəxsiyyətinin davranışlarıdır. Həm dediyi sözlərdir, həm baş vermiş hadisələrdə bədənlə reaksiyasıdır, həm bəzi hadisələrin müqabilində sükutu belə bütün inanclı insanlara, yəni Allahın təkliyinə, qiyamətə, hesaba inanan hər bir insan üçün risalətdir, yəni qaydadır, yəni qanunvericilikdir, tabe olmaq, eynisini yaşatmaq, müdafiə etmək inanclı insanların borcudur və qiyamətdə də xilas ola bilən insanlar onun risalətinə tabi olan insanlardır. Öz ağlı ilə qərar verən insanlar deyil. Bu incəliyi hər zaman çox ciddi nəzərinizdə saxlayın. Əziz Peyğəmbərimiz İmam Musa Kazım əleyhissalam öz cəddindən, ata-babasından buyurur. Peyğəmbər bir gün məscidə daxil oldu. Gördü ki, bir insanın ətrafına cəmaat yığışıb. Bir nəfərdir ortada, onun ətrafına cəmaat belə çox cəmaat yığışıb. Fəqalə ma haza buyurdu ki sallallahu aleyhi və aleyh. Nə olub burada, nə baş verib? Niyə belə insanlar bir nəfərin ətrafına belə çox yığışıblar? Bir nəfər dedi ki, bir əllamədir bu gələn insan. Çox böyük elmlərin mənsubudur. Cəmaat oturub ətrafında ondan faydalanmaq istəyir. Həzrət buyurdu ki, ma əl-əllamə. Bu alim dediyiniz insanın bildiyi nələrdir? Nəyi bilir bu insan? Bunun elmi səviyyəsi nədir? Bunun danışdığı elmi sahə nədir? Bu elm deyərək insanlara çatdırdığı mövzular nədir? Yəni nədir bunun insanlara elm deyə danışdığı, elm deyə öyrətdiyi şeylər? Bunu nədir? Bunu deyin mənə. Həzrətə dedilər ki, Ələmun nas bi ənsabil ərəb. Ya Resulallah, bu insan ərəblərin, indi o dövrdə ərəblər idi də təbii, indi burada ərəb, əcəb fərqi yoxdur. Yəni bu insan insanların nəslindən xəbər verir. Yəni kökünün gedib hansı qəbilələrə çatmasından. Ondan sonra buyurdu ki, cahiliyyət dövründəki adət-ənənələri yaxşı bilir. Yəni bilir ki, cahiliyyət dövründə, İslamdan qabaqki dövrdə hansı adət-ənənələr var imiş, insanlar nələr eləyirmiş. Ondan sonra şeiriyyatı çox güclü bilir. Yəni qafiyələr, şeirlər, sözləri qafiyələrlə oturtmaq, bunları çox güclü bilir. Və dilin qrammatikanı da müəyyən qədər bilir. Yəni qrammatik qaydaları, isim, sifət, feil, zərf, bu şeyləri də bu yaxşı bilir. Həzrət buyurdu ki, Zakə elmun la yəzurru mən cəhilə. Bu saydıqlarınız ki var, birinin əsli nəsəbinin kökünü hansı kətdəndir, hansı qəbilədəndir, kimlərdəndir bilmək. Birinin canım sizə desin, cahiliyyət dövründəki baş verdiyi adət-ənənələri bilmək, şeiriyyatı bu qədər güclü bilmək, canım sizə desin, bu kimi şeyləri bilmək bir bilgidir ki, bunu bilməyənə ziyanı yoxdur.
Yani bunu bilmeyen adam Allah karşısında hiçbir ziyan görmez. Bilmirsən. Və la yenfəu mən əliməhu. Bunu bilən adama da heç bir mənfəəti yoxdur. Yəni sizə elə bir şeylər danışır ki, bilməsəz ziyanı yoxdur, bilsəz də heç bir mənfəəti yoxdur. Yəni sən yaxşı misal üçün kiminsə adət ənənəsini bilirsən. Misal, qiyamət günü sənə demək istəyir ki, bunun heç bir faydası olmayacaq. Yəni sabahları hesablar ki, səni gözləyir yaşadığın hər bir həyat, hər bir gün, hər bir saat, hər bir dəqiqə, aniyə, hər bir İmam Sadiq əleyhissalam buyurur, nəfəs, alıb verdiyin nəfəs ki, insana bir hesab kimi yazılır, Allaha mütləq hesab verəcək. Hər bir canlı insan mütləq hesab verəcək. İnsan və şuurlu olan bütün varlıqlar. O hesaba gedəndə səndən bunları soruşmayacaqlar buyurur. Bunu demək istəyir. Bunu bilməsən ziyanı yoxdur, bilsən faydası yoxdur. Bir şeylər danışır sizə ki, heç bir faydası yoxdur. Bax, bugün biz, dini camiyemiz o vəziyyətdədir. 5-3 nəfər indi harda necədirsə, onları istisna edirəm Allahdan həya elədiyim üçün. Amma %90 plus vəziyyət bugündədir. Vəziyyət bugündədir. Bunu mən demirəm, özünüz də yaxşı görürsünüz, uşaq deyilsiniz. Xam xəyal işlər, xam xəyal davranışlar, xam xəyal addımlar, heç dini əsası olmayan bidətlər və s. və ilaxir. Nəticə itibarilə insanların dinə qarşı ikrahına səbəb olur. Nəticə itibarilə Allahın ciddiyyətini insan evladından alır, silir, aparır. Çünki mənasız işlərlə məşğuldur bugünün dindarı. Yenə deyirəm, üzüzdən İraq. Mənasız şeylərlə məşğuldur bugünün dindarı. Faydasız, heç bir şeyi olmayan, heç bir ruhani, mənəvi, dünyavi, uxravi effekti olmayan işlərlə məşğuldur bugünkü dindarlar. Onun üçün də faydası yoxdur. Onun üçün də artmır. Bərəkə 20 ildir namaz qılır, görürsən 3 də məsələni bilmir. Çox deyir belə insanlar. Nəsə bir tərəqqimiz yoxdur. Nəsə bir şey yaratmışıq, biz elmi səviyyədə inkişaf eləmişik, yoxdur. Nəsə bu şeylər yoxdur. Halbuki bütün bu tərəqqi və inkişaf elə Peyğəmbər və 12 imamın elmində idi. Biz o elmdən uzaq düşdüyümüz üçün bugünə qalmışıq. Biz gəlib boş-boş şeylərlə məşğul ol, kliplər çək, onu elə, bunu elə, mənasız şeylər. Biz bu din, heç olmasa dindar camiyə bunu eləməməliydi. Dindarlar bunu dünyavilərdən də çox pis elədi. Bax, vəziyyət budur. Həzrət buyurur ki, bu məşğul olacağınız bu şeylər, o dediyiniz o əllamə falan, bu öyrədə danışdığı bu şeylərin heç birinin bilməyənə ziyanı yoxdur, bilənə də faydası yoxdur. Ardınca İmam Musa Kazım əleyhissalam buyurur ki, İnnəməl elmu sələsə. Elm ki deyilən şey var, Allah ki elmə dəyər verir, o bilgi ki vacibdir onu öyrənəsən, o bilgi ki sənin dünyana da, ahirətinə də o vacibdir Allah qarşısında, o 3 sinifə bölünür, 3 şeydən ibarətdir. Hissəyə bölünən budur. Ayətun muhkəmə, möhkəm, sabit olunmuş nişanələr, ayələr. Bu, yəni Allah haqqında sağlam etiqad, sağlam inanc, Allah haqqında möhkəm, dürüst, sağlam inanc. Bu birincidir. Bunu insan birinci öyrənməlidir. Baxın, Allah dedim də, Allah çox böyük, çox gözəl, çox mehriban bir məbudun adıdır. Amma doğru, düzgün dəlillərlə getməsən, səni, məni istismar eləmək üçün ən mükəmməl vasitədir Allah adı. Allah adıyla nə qədər insanları azdıran, nə qədər insanları öldürən, nə qədər insanları istismar eləyən, malını, canını, tarix boyu olub, bugün də var. Şeytan adıyla eləmədi ki bunları. Allah adıyla elədi. Çünki yanlış yerlərə əsaslandı. Ya həvai nəfslər oldu, ya egoizm oldu, ya qeyri-məsum təfəkkürü oldu, höccətə əsaslanmadı. O, bu səbəblər oldu ki, ad olaraq Allah qaldı, can, məna, hüzur, ruh,
hamısı itdi getdi. Yəni Allah adıyla səni mənə anlatmağa nə var ki? Çox rahat. Birinci budur. Öyrənəcəyiniz şey budur. Allah'tan sizə kim danışır? Kim onun adından cəsarətlə belə sizə Allah belə istədi, Allah belə dedi otur, belə dedi qalx. Kimdir bunu Allah adıyla sizə çatdıra bilən? Bunu birinci özünüzə sual verin. Mənə o gözə görünməyənin adından danışa biləcək o böyük ürək sahibi kim olmalıdır bu həyatda? Nə üçün mən hər zaman deyirəm, məsum, 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 məsum. Özü seçib ona görə. Onlardan başqasını biz seçmişik, ona görə yanlışdır. Biz seçdiklərimizin bizə ötürəcəyi Allah haqqındakı informasiyalar bizi bugünə salmalıdır da. Başqa yolu yoxdur. Amma onların dediyi Allah haqqında məlumatlar başqa bir insan yetişdirir, formalaşdırır. Bu iki insan arasında yerlə göy qədər fərq olur, əziz dostlar. Kimdir sizin üçün deyir, Allah bu şey dedi halaldır. Allah bu şey dedi haramdır. Allah belə əzab eləyər, belə mərhəmət eləyər. Sən necə bilirsən Allahın nəyi necə istədiyini? Hardan bilirsən öz başını? Kitab, deyəcəksən Quran, o da sənin başının həzm eləyəcəyi bir kitabdır. Təcrübə ilə də al bu kitabı, istədiyin dilə tərcümə ilə çıx buyur. İnsanlara bir müsahibə ilə 10 nəfərdən 9'u 8'i deyəcək ki, oxudum amma heç nə başa düşmədim. Bilmədim ki, bu kitabla mən bu müasir həyatda necə yaşamalıyam. Nə oldu bəs? Kitab bəs eləyirdi, kifayət eləyirdi bəs? Deyil. Deməli bir başqa incə bir şey var ki, biz onu müdafiə eləyirik. Höccətin elmi deyilən bir zərurət var. Məsumun bilgilərinin müdafiəsi deyilən bir vacib üzərimizə düşən vəzifə var. Biz bunları atmışıq kənara, başqa şeylərlə məşğuluq. Allah aqibətimizi xeyr eləsin. Allah şahiddir, bunu bu balaca qardaşımız dedi deyə olmur. Bunu Allah hesabını çəkəcək. Bunun Allah hesabını mütləq alacaq. Heç kim onun məhkəməsindən qaça bilməz. Heç kim. Heç kimin başı üçün, ruhu üçün, gücü üçün deyir ki, onun məhkəməsindən qaça bilsin. İkincisi, vəf'av fərizətun adilə. Ədalətlə bölünmüş vacibatı bilməkdir elm deyilən şey. Bu vacibatın içində hər şey gedir. Namaz, oruç, ticarət, nə bilim hər şey. Bir şey ki vacibdir bəndəyə. O gedir bütün bunun içində. Və baxın imam bizə Peyğəmbərdən sözü necə çatdırır? Deyir, fərizətun adilə. Yəni ədalətlə bölünmüş vaciblər. Bütün vaciblər cəmiyyət içində bir ədalət balansı yaradır. Hər şey. O da dağılıb, çünki səbəblər çoxdur. O sünnətun qaimə və həmçinin qiyamətə qədər heç vaxt dəyişilməyəcək ilahi qaydalar və qanunlar. İnsanın davranışları, insanın özünü necə aparması. Bundan başqa olanlar sonra sənin bildiyin əlavələr ola bilər. Bax, elm deyilən şey budur. Yoxsa gəlib oturub kiminsə adət ənənəsini, nə bilim, keçmiş insanların, başqa millətlərin, başqa cəmiyyətlərin adətlərini yaxşı bilmək, bu sənin Allah qarşısında məsuliyyət daşıdığın elmi mövzu deyil. Allah ruhumuzu öz nuru ilə, Əhl-i Beytin elmi ilə münəvvər eləsin inşallah. Eşitdim Mövlam İmam Cəfər Sadiq dedi, qurban olum onun mütəhhər nəfəsinə. Vəcədtu ilmən nas kulləhum fi ərbəh. Mən bütün bu insanların elmi dərəcəsini 4 şeydə tapıram, 4 şeydə görürəm. Yəni demək istəyir ki, insanlar əslində 4 şeyi bilməlidir. O ki, biz danışdıq cümədə mövzunun adı nədir? Bilgi nə oxuyaq, nə bilək. Burada belə düşünməyin, mən sizə deyirəm ancaq gedin molla mədrəsəsinə, yox. Belə gedin fizikanında oxuyun, bacarırsınızsa. Kimyanında oxuyun, bacarırsınızsa. O, oxuyanda biləcəksən ki, o qaydaların içində nə muizələr var. İlahi qüdrət sənin üçün bir aşkar olacaq. Elə bir zirvəyə çıxacaqsa, Allah sən aləmi necə yaratmısan. Bitkilərlə məşğul ol, ged o elmi oxu. Görəcəksən ki, Xaliq nələr yaradır. Bitki var ki,
onu dilinə vurarsan, ölərsən. Bitki var ki, onu dilinə vurarsan, şəfa taparsan. Bitki var ki, bunu ona qatarsan məlhəm olar, bunu ona qatarsan zəhər olar. Elm deyə bunlar hamısı. Bunlar hamısı Xaliqin qüdrətinin nişanələridir bunlar. Heyvanını bu cür, bitkisi bu cür, mələyi o cür, insanı bu cür, həyat bu cür, dünya bu cür, axirət bu cür, əbədiyyət bu cür. Biz mahnı oxuyuruq elə. Allah, sən oradan, yuxarıdan mələklərin bizə baxanda bilmirəm də, dedim, gülür bilmirəm, ağlayır bilmirəm, yazığı gəlir bilmirəm, neynir bilmirəm də mən. Biz nə ilə məşğuluq? Yazıq oradakılar bar-bar bağırır ki, hara gedirsiniz? Əleyhissalamın bir sözü var, eynə təzhəbun, hara gedirsiniz ay insanlar? Sən bu yana getməklə yolumu tamamilə başqa yerə aparmısan. Din dünya üçün olanda belə olar. Din həqiqətə çatmaq üçün olanda başqa şey olar. Bugünün çoxsunun namazı, dini, orucu, osu, busu xırdalasan, qurdalasan, hesabını, kitabını aparsan, görəsən elə dünya üçün imiş. Həqiqət bilmək üçün deyil. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, 4 şeydir. Tanış olaq. 1. Əvvəluha ən tərifə rəbbəkə. Birinci. O ki, vacibdir onu biləsən, Rəbbini tanımaqdır. Yəni, yaradanını, onun rübubiyyətini idarə etməsini. Üluhiyyəti çoxumuz tanıyırıq da. Yəni, bir yaradan var, bu ilahdır. Bunu hamı bilir. Bunu xüsusi, nə bilim, bir yana getməyə ehtiyac yoxdur. İnsan balaca həddi buluğa çatanda, ağlı, kəmalı normal olanda başa düşür ki, bu boyda aləmin bəli bir yaradanı var. Yəni, ilah olan sifətini tanımaq, bilmək heç də çətin deyil. Amma rübubiyyət belə deyil. Yəni, onun ilahın idarə edici tərəfi. O necə idarə edir kainatı? Nədən yaradır, necə yaşadır, necə öldürür, bu bir insan üçün. Nə bilim, bir başqa canlılar üçün. Öldü, hara gedir, ruhların aləmi var. Bura gəlmədən ruhun ayrı aləmi var. Nasut, nahut, zər, oradan gəlir bura, buradan gedir bərzəxə. Bütün bunlar hamısı Rəbbin idarə ediciliyi deməkdir. Bundan xəbər olan var. Çıtma çalmaqdan başqa bugün namaz qılan heç də bilmirik. Faciədir bu, faciə. Ruhani faciədir bu, mənəvi faciədir bu. Hamısı var bu elmlərin, Əhl-i Beytin elminin içində. Akademiya açmaq lazımdır Əhl-i Beyt əleyhissalamın elmləri adına. Mollaxanaları, mollaları qoymalısan qırağa, məsumun elminin akademiyasını açmalısan ki, oradan bilirsən nələr yetişəcək. Tusilər, olar, bular. Çox böyük insanlar. Birinci budur. Ən tərifə Rabbək. Allahı, Rəbbini, rububiyyətini tanımaq. İkinci, ən tərifə ma sun'abik və ya ma sənəbik. İkinci, o yaradan səndə nə sənət yaradıb. Yəni, özünü və özündə olan ilahi sənətkarlığı bilmək. O ki, vacibdir bilmək, o budur. Sən bədənin, ruhun, sağlamlığın, xəstəliyin, cavanlığın, qocalığın, bir-birə oxşamamaq, başqa-başqa xasiyyət, xarakterlər, bəzən üzdə mələk, içində şeytan olmaq, bəzən yaxşı gördüyün pis çıxır, pis gördüyün yaxşı çıxmalar, bütün bunlar hamısı nədir? İnsanı yaratdıqdan sonra onun, nə bilim, biologiyası, kimyası, fizikası, anatomiyası, tibbi, osu, busu, hər şeyi. Bütün bunları bilmək də mömin üçün lazım olur. İman belə şeylərdir, qardaş, qurban olun sən. İman deyilən belə şeylər. Hər kişi çıxmayacaq o iman məhkəməsindən, ədalətli məhkəmələr. Bu ikinci. Üçüncü, bilinməsi vacib olan, oxunulması vacib olan o məqam ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur. Ən tərifə ma əradə minkə. Biləsən ki, bütün bunlardan da məqsədi nədir? Yəni, bunların belə olmasından o nə istəyib? Niyə belə eləyib? Niyə çətin həyata gəlmirsən? Niyə ayaq üstə durmaq üçün mübarizə aparmalısan? Niyə hər şeyə çatmaq bu qədər çətindir? Niyə?
Bunları, yəni bu artıq ilahi iradəyə doğru getməkdir, onu bilməkdir. Baxın, bunlarınla məşğul olan adamın 2 rəkat namazı hara? Hə? İnsafla danışaq da, qurban olun sizə. Bu şeyləri məşğul olan insanın o 2 rəkat namazındakı bərəkət hara? Bütün günü vur çatlasın, çal oynasın deyib danışan, qılan namaz qılanın namazı hara? Onun başı başqa şeylə dolub, bunun ruhu başqa həqiqətlərlə dolub. Və dördüncüsü budur, İmam-ı Cəfər Sadiq Mövlamız buyurur ki, ən tərifə ma yuxricuke min dinik və biləsən, tanıyasan, xəbərdar olasan ki, səni dinindən nələr çıxardar, nələr səni dinindən uzaq eləyər, nələr səni Allah dinindən uzağa salar. Bu 4 şeyi, bu 4 fəsli bilmək, elə müminin üzərinə elmin vacib olunmasının göstəricilərindən biridir. Allah ruhumuzu Əhl-i Beytin elmi ilə münəvvər eləsin inşallah. Doğru, dürüst olmaq şərti ilə mötəbər, dəqiq, əsaslı və sair normativləri yerində olmaq şərti ilə öyrəndiyiniz bir ədəd məsum hədisi, bir ədəd məsum xəbəri sizin dünyanızın içi dolu qızıl və gümüşlə olmasından çox xeyirlidir sizin üçün. Gəlin bu sözü biz müqayisə eləyək. Yəni bir tərəfdə sənin dünyan içi doludur qızılla, ləli cəvahirlə, imkanatla, maddi rifahla. Bir tərəfində durur bir hədis, bir xəbər. Təbii ki, mötəbər olmaq şərti ilə. Bu ikisini bir-biri ilə müqayisə elədiyimiz zaman qızılı, ləli cəvahirin, bəli, dünyabı yaxşı yaşayacaqsan. İmkanı olan dünyasını yaxşı yaşayır. Amma qəbir evinə qədər sənə lazımdır onlar. Qəbir evinə qədər lazımdır. Qəbir evindən qaçış yoxdur, yəni ölümdən qaçış yoxdur. Qəbrə qədər o qızıl ləli cəvahir sənə lazım olacaq, düzdür. Rahat olsun, istədiyinə tez çatasan, hər bir şey olsun. Amma qəbirdən sonra o ləli cəvahiri götürüb apara bilirsənmi? Apara bilmirsən. Kəfəninə qoya bilirsənmi? Biraz qoya bilmirsən. Mən gedirəm oğlum, göndərərsən biraz qızıl o tərəfə. Olurmu? Olmur. Getdiyin yerdəki o müvəkkil mələklər ki, özü bir aləmdir, səni şoka salacaq, görəcəksən. Hər bir ölən can o şoku yaşayacaq. Elə bir aləmə keçəcək ki, yəni təsəvvür elə bilmirsən sən o aləmi. Oradakılara qızıl lazımdırmı? Xeyr. Məsələn, mələklərin heç bəlkə də qızıl deyə bir şeydən anlayışı varsa da heç diqqəti yoxdur. Yaxşımı? Orada nəyə lazımdır? Bu dünyada lazımdır da. Biz insanlar üçün, dünya quruculuğumuz üçün, alver üçün, onun üçün, bunun üçün, bu pul vahidləri, nə bilim, bahalı qaşlar, bunlar hamısı bu dünyada, dünya quruculuğa lazımdır. O tərəfdə bunu bilən varmı? Qətiyyən. Lazımdırmı onlara? Qətiyyən. Lazım olsaydı kimsə buradan ora nəsə apara bilərdi. Amma elm deyilən şey, o hədis, o bilgi, o dediyim kimi mötəbər olmaq şərti ilə. O səndə nə yaradır? O səndə dönüş yaradır. Sənin beyninə və ruhuna başqa bir insan olmağı sənə vadar edir. Yəni daha başqa və daha yaxşı insan olmağı sənə vadar edir. Yəni o bilgi vasitəsilə sən həqiqəti görürsən. Həqiqəti görəndə sən özünü nədənsə müdafiə edirsən, nəyəsə yaxınlaşdırırsan. Yəni bilgi sənin ruhunu böyüdür, zəngin edir. Dünya malı sənin cibini, dünya həyatını, dünya rifahını zəngin edir. Dünya malı və bədənin ölümə qədərdir. Ruhun əbədiyyətə qədərdir. Ta əbədiyyətə qovuşur. Sənin qarşında bu hansının daha zəngin olmasını məntiqinə sual versələr, əbədiyyətimin daha zəngin olmasını istəyərəm deyərsən. Çünki bu fanidir, o baqidir. Bu bitəcək, o qalacaq.
Ona göre İmam-ı Cəfər Sadiq Aleyhisselam bize buyurur ki, bir haber, bir doğru bilgi insanda elə bir ruhani vəziyyət, ruhani tərəqqi, ruhani inkişaf formalaşdırır ki, dünyanın hamısı ləl-i cəvahir olub ona versə belə yenə o faydanı verməz. Çünki onun ruhu əbədiyyətdə zəngin olacaq, fani mülkdə yox. O bahalı şeyler səni fani dünyada zəngin eləyir, amma bilgi və elm Allahın qüdrətini açan, həqiqəti görən, valla bunu bilirsiniz necədir? Bunu siz də yaşayırsınız əslində. Dünən başqa cür görürdün. Bugün bir şeyler bildin, başqa şeyler gördün. Bu həyatın işi budur. Görsən səni necə artıq başqa bir insana çevirir, elmin gücü budur. Ayrı cür baxırdın 3 il bundan qabaq həyata. Amma 3 il sonra başqa cür baxırsan. Burada hansı birimizi ayağa qaldırsaq içimən. İçimən birinci özümü deyim. 20 yaş, 40 yaş düzdür. İndi biraz da 40'ın üstüdür yaşım. Allah hamınıza can sağlığı versin. Deyirəm ki, indiki ağlım onda olsaydı, filan şeyi eləməzdim. Yaxud filan şeyi yerində eləyərdim. Bu sözü içinizdə deməyən adam tanımıram. Belə də elə deyir. Nədir bu? Bu bilgidir də bəs. İndi bilirsən deyənə başqa cür baxırsan həyata. İndi görürsən deyənə dəyişmisən. Düşün bu cədvəli, sən əgər ruhunu Əhl-i Beyt elmi ilə zəngin eləsən, görsən nələr görərsən, nələr bilərsən, insan evladı. Görsən nə boyda ruhun böyük olar. Ey mənim dostum, qardaşım, əzizim. Bunlara diqqət elə. Başqa bir hədis İmam Cəfər Sadiq Aleyhisselam'dandır. Davam eləyirik. Mevla buyurur ki, La yəşğulukə tələbə dunyak ən tələbə dinik. Dünya ehtiyac və tələblərin sənin ilahi dini ehtiyac və tələblərini əlindən almasın. Çalış belə olma. Yəni, Allah qarşısında dini görevlərin var. Din kiminsə oyuncağı deyil ha. Bax, mən sizə deyirəm. Din filan yerin qərarları, filan kəsin fikirləri, filan kəsin fətvaları deyil. Din deyilən anlayış 14 məsumun mübarək beynidir, əxlaqıdır. Başqa din yoxdur. Başqa din anlayışı yoxdur. İlahidən gələn din anlayışı yoxdur da insanların özünün becərdiyi din anlayışı çoxdur. O ayrı. Amma sən həqiqi dindən danışırsansa o süzülür gəlir bal pətəyindən gələn kimi süzülür gəlir Peyğəmbərə, oradan da ta 12-ci imama qədər. Dini vəzifəni dünya ehtiyacı qarşısına almasın. Demək ki, istəyirəm alınmır. Mən məsələn Allah'ı sevim, onun qarşısında əylim, onun dediklərini öyrənim. Mənim vaxtım yoxdur. Bu ziyandan başqa sənə heç nə gətirməyəcək. Çünki Mövla buyurur ki, dünya tələbini bəzən çatacaqsan ona, bəzən çatmayacaqsan. Belə bir aləm yoxdur ki, dünyada nə istəyirəm hamısı da olacaq. Yox. Belə həyat yoxdur ümumiyyətlə. Bəzisi olacaq, hə? Amma bəzisi də heç olmayacaq. Bir şey ki, onun bəzisi yoxdursa, ona görə bütün əbədiyyəti məhv eləmə buyurur. Get, sən üzərvə düşən vəzifələrinlə məşğul ol. Əmirül-Müminin buyurur ki, elm 4 növdür. Birincisi, din haqqında dərin fəqahət. Din, yəni beyinlə olmalı, baş gəzdirməklə 4 çiyinin üstündə. Beyin olmalı insanda, beyin. Düşünmək, azad təfəkkür, hürriyyət məntiqli, bu cür şeylər olmalı. Elə illa ki, bu dedi otur, o dedi dur, bu cür şey olmaz ki. Bu sən, o deməli ki, sənin iradən yoxdur, sənin elmin yoxdur, sənin heç nəyin yoxdur. Birinci budur, əl-fiqhu lil-ədyan, dini dəyərləri, dini ilahidən süzülən gələn o dini hökümlü və qayda qanunların haqqında dərin düşünmək elmdən sayılır. Və tibbu lil-əbdan, bədənlərin də nizamlayan tibbi bilgilər də elmdən sayılır. Bu da elmdən sayılır. Və nəhvu lil-lisan, və dilləri başa düşməyin özünün üslubları, dil deyəndə söhbət buradan qrammatikadan getmir təkcə. Yəni, hər kəsin dilini başa düşmək. Bəzən bir canlının da dilini başa düşə bilərsən.
Baxarsan onun davranışlarına nə istədiyini bilərsən. Bilərsən ki, ağrıyır, bilərsən ki, xoşbəxtdir, bilərsən ki, nədir? Dilləri bilmək, danışıq dilini bilmək. Hər kəsin öz dili var axı. Onu yaxşı bilin. Allah Seyyid Əzimə rəhmət eləsin. Seyyid Əzim Şirvaniyə belə danışırdı ki, oğluma nəsihətlər, onun bir kitabı var, Rəbiyül Ətfal. Uşaqların baharı. Amma söhbət balaca uşaqlardan getmir. Bizim kimi saqqallı, amma başı uşaq olanlardan gedir. Orada yazır, oğlu Cəfərə çox nəsihətlər yazır, mərhum Seyyid. Birində də deyir ki, oğlum, hər kəsin öz dili var bu həyatda. Bir bu dil ki biz danışırıq, ana dilimiz, Azərbaycan dilimiz, çox sevirəm bu dili də, çox gözəl dilimiz var bizim, inanın mənə, öz dilinizi sevin, məhəbbət eləyin, çox xarici dillərə zada meyillənməyin. İndi mən ərəbcə oxuyuram, bu ayrı tərcümə edirəm sizə, çalışıram da az oxuyun bu ərəbcəni. Amma çox xarici dillərə meyillənməyin, öz ana dilinizin dəyərini bilin. Anamız öyrədib bu dili bizə, ölənlərinə rəhmət, qalanlarına Allah salamat eləsin. Bir də var iç dilimiz, xarakterin danışdığı söhbətlər, xasiyyətin dili. Bunu bilmək hər işin işidir. Deyirdi ki, oğlum Cəfər, bilginən ki, hər insanın bir dənə iç dili var. Onu bilməsən, davranışın pozular. Sənə deyir ki, bir misal çəkim. Keçmiş dövrlərdə bir şah var imiş. Bu şahın nücum elmini bilən, yəni ulduz elmini bilən bir vəziri var imiş. Bir gün vəziri gəlir buna deyir ki, şah sağ olsun, hesabım, kitabım, ulduz elmi bizə xəbər verir ki, bu yaxınlarda səmadan bir yağış yağacaq, zəhərli sular olacaq. O gəlib bizim ambarlardakı sulara qarışacaq, hər kəs onunla içərsə, dəli olub ağlını itirəcək. Gəl biz bu başdan biraz tədarük görək, özümüz üçün su tədarükü görək ki, biz də ağlımızı itirməyək. Əlini vurur vəzirin çininə, ah vəzir sənə ənam düşür, yığ bundan biraz saxla. Doğrudan da deyir, belə olur, yağış yağır, sular qarışır, xalq, millət bu sulardan bilmədən içir, başlayır ağlını hər gün biri itirməyə. Bir vəziyyət yaranır ki, artıq millətin çoxu ağılsız davranışlar eləyir, ağlı itmiş bir vəziyyəti alır. O zamanlar da belə hündür yerlər olurmuş meydanlarda, şah vəzir o hündür yerdə dayanırmış. Baxır görür ki, cəmaat biri qışqırır, biri uzanıb, biri nə bilim daldalı gedir, biri bax buna, biri qabağa gedir, biri bir başqa şeylərlə məşğuldur. Hələ bir şeylə məşğuldur deyir. Və bu anda, bu məqamda yerdən bir nəfər bərk qışqırır ki, ay cəmaat dayanın. Ay cəmaat dayanın. Hamı dayanır buna baxır. Nə olub? Deyir, bax biz hamımız eyni şeylərlə məşğuluq burada. Birimiz dombalaq aşırıq, birimiz yatırıq, birimiz qışqırırıq. Biz hamımız eyni şeylə məşğuluq. Amma bu şahla vəzirimiz dayanıb orada heç bizim kimi deyil olar. Aha, onlar dəli olub deyəsə bizdən deyirlər. Gəlin gedək onu devirək, aşırdaq. Bu məqamda şah əlini vurur vəzirin çininə, deyir vəzir, ged o ambarlara qarışmış sudan gətir, bir-iki stəkan bizdə içək. Yoxsa taxtı tacımız əldən getdi. Bunu sonra deyir ki, oğlum bilirsən niyə danışdım? Dəli də olsa belə baxır görür dili mənim dilimdən deyil, gedir onu devirməyə. Hər insanın bir dili var deyir. Hər insanın danışan bir dili var. Əmir əl-Möminin əleyhissalam da həmin o iç dilini elimdən sayır, bilgidən sayır. İnsan var, baxan kimi bilirsən ki, o nə eləmək istəyir. Davranışından, gözünün baxışından bilirsən ki, o nə eləmək istəyir. Allah o bəsirəti əlimizdən almasın və bir də Həzrət buyurur ki, zamanı bilmək üçün ulduz elmi də elmdən sayılır. Allaha and verək izzət-i cəlalına, Əhl-i Beytin elmi ilə qəlbimizi münəvvər eləsin.